Qəbələ rayonu Vəndam qəsəbəsindəyik. Barnhouse layihəmizin 70% işi bitmişdir. Ehtiyat su anbarımızın beton işləri bitibdir. Nəyə görə biz hər dəfə 350 marka betondan istifadə edirik? 350 marka torpaq sıxlığını və su sızıntılarına ən dözümlü markadır. Əgər sizin tökdüyünüz betonun qalınlığı normativdən, standartlardan az olduğu təqdirdə bunun çatlama və yaxud da su sızma şansı çox böyükdür. Ən minimum 20 santimdən az beton tökülməməlidir. 40-ın 40-a profillərdən istifadə eləmişik, fermalarımızı yığmışıq. Burada hündürlük 7.50 olduğuna görə və laqaların standart ölçüləri 6 metrə olduğuna görə orta hissələrə calaq düşməsin deyə biz bunu profilinə yığmışıq ki, çünki əgər hansı hissədəsə calaq varsa, deməli damın ən həssas yeri həmin hissədir. Barnhouse layihəmizin şəkillərini inşallah videoya əlavə edəcəyik. Bu orta hissədə bizim bir kolonumuz olacaq və dam hissədən bu çıxacaq. Ön hissələr başdan başa şüşə olacaq və arxa hissələrdə gizli mebel üçün yerlər saxlamışıq. Bu gördüyünüz otaqda da eyni qaydada. Siz də bölgələrdə bu cür layihələrin icra edilməsini istəyirsinizsə, Cənnət Park Təmir Qrupuna müraciət edin.